Təxmini 2 əsr əvvəl varlığından belə xəbərimiz olmayan bir cəmiyyət kəşf olundu. Fransız və İngilis arxeoloqlar Babil və Aşşur yollarını araşdırmaq üçün Şərq İraqa, yəni Mesopotamiyaya getdilər. Günümüzdən 6000 əvvəl yaşamış olan Şumerlərə aid qalıntılar tapdılar. Arxeoloqlar qazıntılardan yarım milyona yaxın gil lövhələri də ortaya çıxartdılar. Bunlardan 74 mini Türkiyədə İstanbul Arxeoloji Muzeyində saxlanılır. Qazıntılardan Ubeydlərə aid də bıçaq, çapaq, kəsici daş alətlər, oraq, kərpic, boyalı saxsı qablar, heykəllər və Ubeyd xalqına aid olan da gil oymaları da çıxartdılar. Ubeydlər Şumerlərdən də qədim idilər və Mezopotamiyaya Orta Asiyadan gəlib yerləşmişdilər. Bataqlıqları əkin üçün qurutmuş, ticarət, xalçacılıq, dəmirçilik, daş oymaçılıq kimi işlərlə məşğul idilər. Şumerlərin isə Mezopotamiyaya hardan gəldikləri bilinmir. Şumerlər Mezopotamiyaya gəldiklərində Ubeydlərə qarşı çox savaşlara girmişdilər və savaşlardan əllərinə keçən əsirləri kölə olaraq şəhər inşaatında, kanallarda, məbəd inşaatı kimi ağır işlərdə işlədirdilər. Əsirlərin işçiliyindən istifadə edərək böyük şəhərlər qurmuşdular. Şumerlər gəldiklərində sadəcə yeni silah alətləri deyil, həm də müharibə sənətini gətirdilər. Onlar bu bölgəyə girərək tarixin ilk dövlətini qurmuşdular. Şumerlər əraziyə qan tökərək daxil oldular. Tarixin ilk böyük su kanalları, bataqlıqların qurulması və nəhəng şəhərlərin divarları bu əsirlərin zəhməti ilə ucaldıldı. Onlar Mezopotamiyada Dəzlə və Fərat çaylarının arasında 18-i nəhəng olmaqla 35 şəhər dövləti qurmuşdular. Bunlardan bəzilərinin adları Kiş, Nippur, Zabalam, Umman, Laqaş, Ur, Eridu, Urq idi. Evləri 3 və ya 5 mərtəbəli idi və gil kərpicdən inşa edildiyi üçün günümüzə qədər gəlib çıxa bilməmişdi. Şəhərlərin mərkəzində ziqurat dedikləri nəhəng məbədlər tikilmişdi. Məbədlər təpələrdə tikilirdi, çünki nə qədər yüksək olarsa, Tanrıya da o qədər yaxın olarlar inancındaydılar. Məbədlərdə kahinlər olurdu və Tanrı ilə danışmaq istəyənlər məbədlərə gedirdilər. Hər şəhərin qoruyucu tanrısı var idi. Qoruyucu tanrıları isə insanların xoşbəxtliyindən cavabdeh idilər. İnsanlar da sadəcə o şəhərin tanrısına xidmət edirdilər. Əgər şəhərin qoruyucu tanrısı qəzəblənirdisə, şəhərin başına fəlakət gəlirdi. Məhsulları qoruyurdu və ya müharibədə uduzurdular. Eridu, müdriklik və su tanrısı olan Enkin idi. Nippur, hava və fırtına tanrısı Enlilin idi. Ur, ay tanrıçası Nannanın idi. Urq, gözəllik, sevgi və müharibə tanrısı İnannan idi. Larsa da günəş tanrısı Utunun idi. Şumerlər öz tanrılarını məhkəməyə verə bilirdilər. Əgər xalq tanrıya qurbanını kəsirsə, məbədini ucaldırsa və vergisini ödəyirsə, tanrı da qarşılığında şəhəri qorumalı, bərəkət verməli və onları qalib etməlidir. Əgər ki, şəhər işğal olarsa və ya böyük bir fəlakət baş verərsə, düşünürdülər ki, biz üzərimizə düşəni etdik, amma tanrımız bizi qorumadı. Belə olduğu halda, rahiblər və şəhərin ağsaqqalları bir yerə gəlib, məbəddəki tanrının heykəlinin qarşısına keçib, onu qınamağa başlayırdılar. Bəzən də tanrının günahkar olduğuna qərar verib, heykəlini şəhərdən sürgün edirdilər. Ziquratlar 7 mərtəbəli idi. Birinci mərtəbəsi tarlalardan yığılan məhsullar üçün anbarlar idi. Şumerlər əsirlər sayəsində bataqlıqları qurdub, kanallarla şəhərlərinə sular aparmışdılar. Suların daşmaması üçün barajlar qurub, kənarını hörmüşdülər. Suları tarlalarında düzənli olaraq istifadə etdikləri üçün də əkinlərinin bəhrəsini gördülər. Onlar 2 təkərli arabanı icad etmişdilər və arabaları öküzlərin belinə keçirdərək tarlalarını şumlayırdılar. Bu icadı ticarətdə, döyüş meydanında, ağır yük daşımaqda işlədirdilər. Tarladan yığılan əkinləri məbəddəki anbarlara aparırdılar. Kahinlər ambardakı məhsulları da hesablayırdılar. Lakin hansı məhsulu kim gətirib, onu bilmirdilər. Elə ilk yazı da belə icad olmuşdu. Kahinlər işçilərinin adını hecaya ayıraraq, hecaları cisimlərə oxşadıb, uyğun olanların şəklini çəkirdi. Onların yazı tərzi isə
Bir qoyun, bir şəkil, 10 qoyun, 10 şəkil idi. Daha sonra Şumerlər kəlmələrin səslərini simvollamağa başladılar və hərfləri yaratdılar. Onlar nəmgillər üzərində qamışları yazırdılar. Sərtləşməyi və yazının qalıcı olmağı üçün isə ya bişirirdilər, ya da günün altında saxlayırdılar. Ziquratların orta sırasındakı mərtəbələri isə məbədlər və ya məktəblər idi. Məktəblərdə uşaqlara riyaziyyat, həndəsə, botanika, zoologiya, hüquq, idarə etmə, dil, astronomiya və ədəbiyyat dərsi keçirdilər. Lakin Şumerlərdə təhsil bahalı idi. Ancaq imkanlı ailələr uşaqlarını məktəbə yazdıra bilirdi. Tablet yazılarına görə şagirdlərin günlüyündə yazılıb: müəllimə cavab qaytardığım üçün döyüldüm. Yazım pis olduğu üçün döyüldüm. O dövrdə görünür ki, fiziki cəza təhsilin bir hissəsidir. Sinifdə dəcəllik edənlərsə tək ayaq üstündə dururdular. Dərs oxumayanlar isə qamçı cəzası alırdılar. Uşaqlar səhərdən axşama qədər günün altında yaş gil yoğurub tablet düzəldirdilər. Sonra isə minlərlə çətin işarələri əzbərləyib o gil lövhələrin üzərinə yazıb qurumağa qoyurdular. Təsəvvür edin ki, bütün günü günəşin altında palçıqla zaman xərcləyirsiniz. Şumer ədəbiyyatında uşaqlara Qılqamış dəstanı, yaradılış hekayəsi, Tufan hekayəsi və sənət əsərləri, fəlsəfə, tarix, din bir yerdə öyrədilirdi. Onlar ölkələrinə Kenger, danışdıqları dilə Emegir, özlərinə isə Unsagiga deyirdilər. Hüquq Şumerlər üçün ən vacib qanunlardan biri idi. Məhkəmə sistemləri dünyanın məhkəmə sistemi ilə aşağı-yuxarı eyni idi. Hər qanun üçün vəzifəli adamları, advokatları belə var idi. Qanuna uymayanlar ya həbsə atılırdı, ya da pulla cəzalandırılırdı. Oğruları, qatilləri isə məhkəmələrə çıxardır, çox vaxtda ölüm cəzası verirdilər. Şumerlərdə hüquq sadəcə qaydalar yığını deyildi. Onlar inanırdılar ki, tanrılar yer üzünə nizam gətirmək üçün mədəniyyət qanunlarını göndəriblər. Hətta məşhur Babil kralı Hammurapiyə aid bilinən sərt qanunların əsli ondan 100 illər əvvəl Şumer şəhərində yazılmışdı. Şumerlərdə hər şey qanunla tənzimlənirdi. Tarixin ilk qanunlarını Şumer kralı Ur-Nammu tərəfindən yazılmışdı. Hammurapinin göz-gözə, diş-dişə prinsipindən fərqli olaraq Şumer qanunları daha insancıl idi. Bir insan digərinə zərər vurduqda çox vaxt ölüm və ya şikəst etmək yerinə gümüşlə ödənilən ağır cəza verilirdi. Qadınların mülkiyyət sahibi olmaq, ticarətlə məşğul olmaq və boşanma davası açmaq hüququ var idi. Hər şəhərdə ağsaqqallardan ibarət məhkəmələr qurulurdu. Heç kəs sübutsuz cəzalandırıla bilməzdi. Gil lövhələrinin birində evlilik hüququ haqqında belə deyilir: evlənmək şərti ilə oğlanla qız arasında nişanlanmağa icazə verilir. Oğlan atası qız atasının yanına gəlib qızını oğluna istədiyini deyir. Əgər qız atası razı olarsa, iki tərəf də bir-birinə pul və ya cehiz verirlər. Hədiyyələr də paylandıqdan sonra qızla oğlan nişanlı sayılır. Əgər ki, ikisindən biri nişanı atarsa, bu zaman hədiyyələri də geri qaytarmaq məcburiyyətindədirlər. Ziquratların 7-ci mərtəbəsi rəsədxanalardır. Şumerlər astronomiya ilə yaxından maraqlanırdılar. Planetlərin, ulduzların məsafəsini hesablayıb 12 bürcü tapmışdılar. Ayın hərəkətini də izləyərək ay təqvimi yaratmışlar. Riyaziyyatın 4 elementini kəşf edib ondan istifadə etmişlər. Onlar bizim kimi onluq sistemi işlətmirdilər. 60-lıq sistemi kəşf etmişlər. Çünki 60-lıq sistem daha sadə, daha rahat idi. Onların hesab maşını öz əlləri idi. Sol əlinin baş barmağı qələm kimi istifadə edilirdi. Digər 4 barmaqların qatlanan hissəsini də hesaba qatırdılar. Hər barmaqda 3 sümük boşluğu, 4 barmaq 12 ədəd edirdi. 12-yə qədər saydıqlarında digər əlin bir barmağını qatlayırdılar. Digər əlin 5 barmağı da yumulduqda cavab 60 edirdi. Onlar bu sistemlə bir dairəni 360 dərəcəyə böldülər və ili 12 aya, hər günü isə 30 gün təyin etdilər. Çünki onlar üçün kainat mükəmməl nizam içində idi. Bəs ortada qalan 5 gün hara yoxa çıxdı desəz, onu da ayların aralarına bayram günü kimi qarışdırdılar. 60-lıq sistemi işlədib 1 saatı 60 dəqiqəyə, 1 dəqiqəni 60 saniyə edərək zaman anlayışını da onlar ortaya çıxartmışdı. 12 bürcü kəşf edib, falları da onlar icad etmişdi. Adları hələ də dəyişdirilməyib.
Yaşadığı şəhərlərdə daş və ya odun olmadığı üçün dünya tarixinin ən ilk ticarət yollarını qurmaq məcburiyyətində qalmışdılar. Odun üçün Anadoluya, Lübnana, qızıl və digər daşlar üçünsə Hindusa qədər uzun çəkən səyahətlər edirdilər. Sənətdə və zərgərlikdə istifadə etdikləri daş üçün isə Əfqanistana qədər gedib çıxırdılar. Arxeoloqlar Şumerlərin Əfqanistana qədər getdiklərinə aid dəlillər tapdılar. Mezopotamiyada zərgərlik, silah düzəltmə kimi sahələr inkişaf etmişdi. Sənətkarlar daşlardan və gillərdən güldanlar və möhürlər hazırlayaraq üzərlərinə insan və ya heyvan şəkilləri çəkirdilər. Günümüzdə işlətdiyimiz dama oyununu belə onlar icad etmişdi. Şumerlərdən günümüzə çox adətlər və inanışlar gəlib. Birazına toxunub keçəcəyəm. Bu günlərdə də çox yerlərdə işlədilən göz muncuğu günümüzə onlardan gəlib. Onlar bədnəzərdən qorunmaq üçün dualardan və amuletlərdən istifadə edirdilər. İnanırdılar ki, bəzi insanların baxışları bərəkəti yox edə bilər, xəstəliyi gətirə bilərdi. Ölünün ardından su atmaq. Onlar ölünü dəfn etdikdə yanına yemək, su və qızıl qoyurdular. Ölü yeraltı dünyaya səfərə çıxdığında bunlardan istifadə edəcəyini düşünürdülər. Ölünün ardınca su tökürdülər ki, su ehtiyacları qarşılansın. Həftənin günlərini də onlar təyin etmişdi. Novruz bayramı, qurban kəsmə adəti, müqəddəs saylar, 7 rəqəmin uğursuzluğu və ya 12 havari kimi anlayışlar da bunlardan gəlir. İlk pivəni də onlar icad etmişdi. Hətta Ninkasi adında pivə tanrılar da var idi. Əllərini yuxarı qaldırıb dua etmək, aya salavat gətirmək, bank sistemi, faiz, möhür, sabun, alın yazısı, vergi sistemi, rüşvət, musiqi, memarlıq, güzgü, kosmetika, yuxu yozması, donuzun haram olması, hekayəyə görə çoban tanrısı Tammuzi vəhşi bir donuz tərəfindən qətlə yetirilir. Donuz tanrı qatili olduğu üçün lənətlənir. Çörəyin yerdən götürülüb yüksəyə qoyulması, Habil-Qabil hekayəsi, Nuhun tufanı, baş örtüsü, məzarlara şam ağacı əkilməsi, yeni ildə şam ağacı bəzədilməsi, evlilik üzüyü, gəlin hamamı, atalar sözləri və daha saymaqla bitməyəcək adətlərin, inanışların, icadların kökü Şumerlərə dayanır. Şumerlər bir-birləri ilə də savaş halındaydılar və Nuh tufanı fəlakətini yaşayaraq böyük zərbə alıb zəifləmişdilər. Lakin Şumerlərin sonunu bu tufan gətirməmişdi. Şumerlərin sonunu gətirən nə tufan hadisəsi idi, nə də başqa dövlətlər idi. Onların sonunu gətirən içlərində olan Sarqo olmuşdu. Şumerlər bölgəyə yeni gəldiklərində Ubeydləri əsir almış və şəhərləri yeni tikməyə başlamışlar. Bu sırada Sami xalqları da az-az gəlib şəhərə yerləşib Şumerlərin tərkibinə daxil olmuşdu. Sarqonun anası rahibə idi və qeyri-qanuni bərabərlik nəticəsində Sarqonu dünyaya gətirmişdi. Öldürülməməyi üçünsə onu gizli yollarla bir ailəyə övladlıq vermişdi. Sarqo bu ailədə böyüyərək Kiş kralı Urzababanın sarayında xidmətkarlıqdan başlayaraq zamanla yüksək mərtəbələrə gəlib çıxmışdı. Bir gün kral Urzababa girmiş olduğu savaşda məğlub olaraq döndüyündə Sarqo ona zərbə vuraraq Kiş krallığını ələ keçirmişdi və krallığa bağlı olan şəhərlərdə özünə itaət etdirməyə məcbur etmişdi. Sarqo girdiyi bu müharibənin sonunda Şumerləri tamamən məhv edərək yolunu Akad və Babililərlə davam etdirmişdi və Babililər Şumerlərin mədəniyyətini, kəşflərini özəlləşdirərək günümüzə qədər daşımışdılar. Şumerlər qan tökərək girdikləri torpaqlara, qanları tökülərək yox oldular. Amma insanlığa böyük miras bıraktılar. Bu video bu qədər. Yeni videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub bildirişləri aça bilərsiniz. Növbəti videoya qədər. Hələlik.